Deməli sizə başıma gələnləri bir də danışacağam indi. Sən səbirli olun. Mukbang çəkirəm. Çək. Yox. Deməli bu gün səhər oyandım ki, paltaryon maşınım bir dəfəmdə stuk elədi. Onun barabanı xarab idi. Bir dəfə düzəltdirmişdim. Bir dəfə düzəltdirmişdim, yenə xarab oldu. Təsəvvürləyin paltaryon bir dəfəmdə işləmir, baraban fırlanmır. Bunu mən sizə orada paylaşdım ki, paltaryonum xarabdır da. Gözlə yorezini dördüm. Oşum. Ondan sonra da mən bunu paylaşanda bir dənə usta gördü, dedi ki, mən bunu almaq istəyirəm. Zapças kimi. Dedim neçəyə? 40 manata. Boşum. Bu gəldi 40 manata bunu apardı. Mən də şey 45 dedim, vermədi də. Vermədi, götürməydi. Nə bilim. Hə. Ondan sonra mən buna dedim ki, mesela bu getdi, götürdü paltarını apardım. Mən də gedib sənədlə, müqabilindən heç yerdən ala bilmirəm də, şeyi. Paltarını ala bilmirəm. Adamda problemli kredit var. Nə istəmək üçün necə güzel. Bizim pastanın texnoloji aldığımız bir dənə mağazin var, Hacıqabulda. Orada həm də şey. Onu 48 dənə deyil. Bu 40 manat da götürdüm, getdim ora. Wasabi çox acıdı. Getdik ora. Dedim danışaram, götürərəm də. Getdik. Heç belə pulu deməmiş, bu qurutdu. Dedi ki, biz dedi krediti dayandırmışıq, vermirik. Nəm yollar bağlıdır, mayın 1-nə qədər vermirik. Alırsız, nağd alın. Mən də çıxdım, gəldim. Su, həmin o krantı var ya, suyu. Orası da açıqdır, təsəvvür edin, deyə paltaryanın. Evdə o suyu bağlamışam. Evdə bütün problemlərin də hamısı bu vəziyyətdədir. Biz də bacım gəzən qəfi gəlin gedən Şirvana suş yeməyə.